Bonjour chers élèves, salam əziz şagirdlər. Bu gün sizinlə 11 may 9-cu sinif şagirdlərinə buraxılış imtahanında təqdim olunan esse nümunəsinə baxacağıq. Şəkilə nəzər yetiririk. Birinci şəkildə bir adam görürsünüz. O, hamam otağındadır, əlini boğazına aparıb, deməli onun boğazı ağrıyır. İkinci şəkildə o çarpayısında uzanıb, boğazını şəflə bağlayıb, yanında isti çay, fincan və dərman görürük. Üçüncü şəkildə o əlində isti çay tutub və bir kişi, bir qadın, əlində qadının çiçək var, onu ziyarətə gəliblər. İndi belə bir şəkilə uyğun necə esse qurmaq olar? Mən öz yazdığım esseni sizə təqdim edirəm. Esseni keçmiş zamanda yazmışam. Digər esse nümunələrini indiki və digər zamanlarda təqdim etmişdim. Siz də istədiyiniz zamanda esseni yaza bilərsiniz. Yetər ki, zaman uzlaşmasına diqqət etmiş olasınız. Deməli belə. Un jour, bir gün, Marc s'est réveillé de bonne heure. Marc səhər tezdən oyandı. Il a ressenti une forte douleur. O güclü bir ağrı hiss etdi. Il est allé à la salle de bain. O hamam otağına getdi et s'est regardé dans le miroir. Və güzgüdə özünə baxdı. Il avait mal à la gorge. Onun boğazı ağrıyırdı. Il a pris du thé chaud, une tasse et un médicament. O isti çay, bir fincan və dərman götürdü. Ensuite, sonra il est retourné dans son lit. O çarpayısına geri qayıtdı. Un peu plus tard, bir qədər sonra, ses collègues sont venus lui rendre visite avec des fleurs. Onun həmkarları, kolleqaları onu güllər ilə, yəni gül ilə ziyarət etməyə gəldilər. Ils ont parlé ensemble. Onlar birlikdə danışdılar. On fait des blagues avec Marc. Mark'la zarafat etdilər. Il s'est senti mieux. O özünü daha yaxşı hiss etdi. Et a remercié ses collègues pour leur gentillesse. Və nəzakətlərinə görə öz həmkarlarına təşəkkür etdi. Əziz şagirdlər, esse yazmaq üçün hansı qaydalar tələb olunur? Həmin qaydalar haqqında bir video çəkmişəm. O videonun linkini bu essenin şərh bölməsində sizlər üçün yenidən paylaşacağım. Yəni, sizin yazdığınız esse ixtiyari bir esse olmamalıdır. Həmin tələblər çərçivəsində olmalıdır. Bu videonu izlədikdən sonra həmin videonu mütləq şəkildə izləyin. Xüsusən də 9-cu və 10-cu sinif şagirdləri. Yazdığınız essedə obrazlar olmalıdır, obrazların adı olmalıdır, zaman olmalıdır, başlanğıc olmalıdır və son hissə olmalıdır, zaman uzlaşması düzgün olmalıdır, bağlayıcılardan istifadə eləməlisiniz, mürəkkəb cümlə qurmalısınız və sujet xətti olmalıdır və s. Bunlar haqqında daha geniş şəkildə həmin videoda danışmışam və sizə məsləhət görürəm ki, o videoya mütləq şəkildə baxasınız və izlədiyiniz bütün videoları like edib, əməyimə hörmət əlaməti olaraq, təşəkkür olaraq bir şərh yazsanız çox sevinərəm. Videoların linklərini olduğunuz bütün qruplarda öz sinif yoldaşlarınızla paylaşmağı, like edib kanala dəstək olmağı unutmayın. A bientôt, hələlik.